Bir qardaş zövcəsinə talaq deyibsə, əgər onun qarşılığında zövcəsi ona heç bir cavab verməyibsə, bu talaq sayılır yoxsa sayılmır? Əgər bir insan, bir kişi zövcəsinə açıq-aşkar talaq kəlməsini deyərsə və bunu dediyi zaman ikrah halında olmazsa, kimsə onu məcbur etmədən olarsa, özünün ixtiyarı ilə olarsa və deyərkən dediyi sözü dərk edərsə, yəni qəzəb o səviyyədə deyil ki, ağzından çıxanı bilməsin. Yəni dediyini dərk eləyən səviyyədə olarsa, bəli, talaq sayılır. Qarşılığında da zövcənin nə isə deyib, nə isə deməməsi bu mötəbər deyil və də bunun əslində talaqla heç əlaqəsi yoxdur. Başa düşdüyüm qədər odur ki, həmin adam istəyərək, heç bir kərahiyyət, heç bir məcburiyyət olmadan əsəbi, normal şəkildə olaraq zövcəsinə talaq deyib və bu dediyinə görə də talaq sayılır. İxlasla.com saytı tərəfindən təqdim olundu.